Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 24 may tarixdə keçirilmiş qəbul izahına baxacağıq. Gəlin vaxt itirmədən sualların izahlarına baxaq. 31-ci sualdan başlayaq. Deyir ki, cədvələ əsasında doğru sıranı müəyyən edin. Bizdən doğru sıranı istəyir. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanıb. Bəli, tamamilə doğrudur. Biri götürəcəyik. Daha sonra Mesopotamiya ovalığı il boyu səpələnən radiasiya üstündür. Xeyr, səpələnən deyil. Burada düz radiasiya üstündür. O 2-ni götürmürük. Böyük Səhra iyul ayında buxarlama qabiliyyəti maksimuma çatır. Bəli, bu doğrudur. Tropiklərdə yerləşdiyi üçün. Daha sonra Tasmaniya adası Tasmaniya adasında silikon külək saat əqrəbi istiqamətində hərəkət edir. Xeyr, cənub yarımkürəsi yerləşdiyi üçün saat əqrəbinin əksində olacaq. 4-ü götürməyəcəyik. Və 5-ə baxaq. Qrenlandiya adası səthində Albertonun keyfiyyəti yüksəkdir. Bəli, bu tamamilə doğrudur. Səthdə əsasən buzlarla örtülü olduğu üçün. Daha sonra 6-ya baxaq. Yava adası günəş il boyu günorta vaxtı zəngdə olur. Xeyr, bu səhvdir. Düzgün cavabımız olacaq 1, 3, 5 olacaq C bəndi. Əlişəli C bəndi. Daha sonra 32-yə baxaq. Bizdə doğru olmayan sıranı müəyyən edin deyir. Yəni biz burada doğruları yox, doğru olmayanları götürəcəyik. Gəlin birə baxaq. Birdə deyir vulkanikdir, Qaragöl vulkanik qaylar. Bəli, bu tamamilə doğrudur. Ona görə birincisini götürməyəcəyik. Doğru olduğu üçün biri götürmürük. Daha sonra Axmaz, Batabat, Ordubat düzü. Bu yanlışdır. Batabat, Ordubat yerləşmə, ona görə 2-ni götürəcəyik. Daha sonra Sarısı tektonik, Sarısı Gəncə-Qazax düzü. Sarısı həm Gəncə-Qazaxda yerləşmir, həmçinin tektonik deyil. Yəni Axmazda, ona görə götürürük. Yəni yanlış olduğu üçün götürürük. Daha sonra Axmaz, Ağgöl, Mil düzündə yerləşir. Bəli, bu tamamilə doğrudur. Ona görə 4-ü götürməyəcəyik. Sonra 5-ə baxaq. 5-də bizdə deyir ki, Uçqun, Maralgöl, Muraddağ silsiləsi. Bəli, bu tamamilə doğrudur. 5-i götürməyəcəyik, doğru olduğu üçün. Daha sonra 6-ya baxaq. Axmaz, Hacıqabul, Salyan düzü. Hacıqabul gölü Salyan düzündə yerləşmir. Ona görə 6 götürəcəyik. Düzgün cavabımız olacaq burada. 2, 3, 6. Yəni 6 nə? Burada Y bəndi. Daha sonra 33-ə baxaq. 33-də məsələdir. Şimal yarımkürəsində tropik işlanma qurşağında yerləşən M məntəqəsi günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33.5-dir. Yəni biz bilirik ki, maksimum 90 dərəcə düşür. 90-dan çıxacaq 33.5-i. Və bu bizdə eləyəcək nə qədər? Eləyəcək bizdə 56.5. Və minimumda düşməni bilirik ki, 23.5-dir. Yəni şimal tropiklərdə. Onda belə götürəcəyik. 90 çıxılsın 56.5. Çıxılsın 23.5. Bu da bizə verəcək 10 dərəcə şimal indi. Düzgün cavabımız olacaq 33 A bəndi. Daha sonra 34-ə baxaq. Uyğunluğu müəyyən edin. Burada rayonlar bir və filiz faydalı qazın hansına aid olduğunu bizdən istəyən uyğunluq testidir. Daşkəsinə aid olacaq Hamamçay, dəmir filizidir. Bura 1-ə D olacaq. Sonra 2-yə gedəcək Laçını, Narzanlı və İpək, gedəcək 2-yə AC və 3-ə gedəcək Göydərə, yəni xromit yatağı. Kastaq isə Zaqatala rayonunda yerləşir, ona görə kastağı götürmürük. Olacaq bizdə hansı olacaq? 1-ə D gedəcək, 2-yə AC, 3-ə Y. Düzgün cavab olacaq burada D bəndi. Sonra 35-ə baxaq. Xəritə çıxımı əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin çox olduğu ərazilərə bunun səbəbini müəyyən edin. Şablon testi bu, yəni toplumda buna bənzər testlər çoxdur. Demək olar ki, toplu testidir. Yəni biz əsasən quraq ərazilər götürəcəyik. Yəni 1-i götürəcəyik, daha sonra 5-i və 3-ü götürəcəyik. Bunun da səbəbi sahillərindən soyuq cəryan keçməsidir. Yəni burada Somali cəryanı, burada Peru, burada Kaliforniya cəryanı keçir. Ona görə düzgün cavabımız olacaq burada A bəndi. Daha sonra buranı bəs təmizləyim, daha yaxşı görək. 36 deyir ki, xəritə sxemində hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid ümumi xüsusiyyətləri müəyyən edin. Baxaq. A-da ABŞ-dir, sonra B-də Fransadır, C-də isə Avstraliyadır, yəni inkişaf etmiş ölkələrdir və bizə aid ümumi xüsusiyyətlər deyil. Əhalinin təbii artım birinci tipə xarakterikdir, bəli, bu doğrudur. Biri götürərik. Sonra əhalinin yaş tərkibində uşaqların sayı çoxdur. Xeyr, inkişaf etmiş ölkələrdə uşaqların sayı deyil. Orta yaşlı və yaşlı əhalinin sayı üstünlük təşkil edir, ona görə 2-ni götürmürük. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Xeyr, kənd təsərrüfatında çalışmır.
Yəni inkişaf etmiş ölkələrdə əhali əsasən xidmət sahələrində çalışır. Yəni daha ağırlı xidmət sahələrində olur. Ona görə 3-ü götürəcəyik. Daha doğrusu 3-ü götürməyəcəyik, yəni 3 səhvdir. Sonra əsas emiqrasiya mərkəzidir. Xeyr, əsas miqrasiya mərkəzidir. Ona görə 4-ü götürməyəcəyik. Sonra urbanizasiya səviyyəsi urbanizasiya səviyyəsi yüksəkdir. Bəli, tamamilə doğrudur. Urbanizasiya səviyyəsi inkişaf etmiş ölkələrdə yüksəkdir. Ən əsas hissəsi indi Avropa dili ailəsinə mənsubdur. Bəli, bu tamamilə doğrudur. 1, 5, 6 düzgün cavabımız olacaq burada C bəndi. Sonra 37-yə baxaq. 37 deyir ki, çaylar verib töküldüyü dəniz və mənsəbin yerləşdiyi ölkəni istəyir bizdən. Mekong Cənubi Çin dənizə töküləcək. Daha sonra və yerləşəcək Vyetnamda. 1-ə aid olacaq 1, 2, D. Nil Aralıq dənizə tökülür və mənsəbi Misirdə yerləşir. Yukon isə Bering dənizinə tökülür və ABŞ mənsəbi ABŞ-da yerləşir. Gəlin variantlara baxaq. Mekong hansı oldu? 1-ə 2, 1-ə 2D, 1-ə 2D baxaq, elə Y bəndi var. Düzgün cavabımız elə Y bəndi olacaq. Sonra 38-ə baxın, unutulduğu müəyyən edin. Bu da toplu sualdır. Yəni əslində 37-də toplu sualdır, 38-də toplu sualıdır. Həmçinin 35-ci sualda toplu sualı idi. Bu 34-cü sualda toplu sualdır. Demək ki, topludan çox test düşüb, yəni oxşar suallardır. Sonra 38-ə baxaq. 38-də deyir ki, Aral dənizinin qurulma səbəbi, Aral dənizinin qurulması nəticəsi. Aral dənizinin qurulma səbəbi litosfer tavalarının hərəkəti deyildi. Daha sonra duzlu toz fırtınaların torpağa yarısala salması. Bu Aral dənizinin qurulması nəticəsidir. Yəni qurudu və nəticəsini gördülər. Ona görə də 2-yə 2 gedəcək. Və baxaq, suvarmaya olan tələbatın artması, bəli, Aral dənizinin qurulması nəsə səbəbi suvarmaya olan tələbatın artması idi. 1-ə 3 gedəcək. Yəni 1-ə 3, 2-yə 2. Düzgün cavabımız olacaq burada D bəndi. Davam eləyək. 39-a baxaq. 39-da da yenə toplu olan bir sualdır. Demək olar ki, xəritə çıxan tərkiblər göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyəti müəyyən edin. Ümumi olan xüsusiyyəti, yəni A-da Somali, C-də Yəmən, B-də isə hansıdır? Liviya. Tropik hava kütlələri təsirə məruz qalırlar. Belə bu tamamilə doğrudur. Biri götürürük. İnsan inkişaf indeksi yüksək olan ölkələrdə xeyr, bu yanlışdır. İkinizi götürmürük. İqtisadi fəaliyyətin əsas hissəsi 3-cü və 4-cü sektorda çalışır. Xeyr, bu yanlışdır. Daha sonra əhalinin əsas hissəsi Afro-Asiya dil ailəsinə mənsubdur. Bəli, bu doğrudur. 1, 4. Daha sonra ərazilərində günorta vaxtı şaqili cisimlərin kölgəsi olması müşahidə edilir. Bəli, bu doğrudur. 1, 4, 5 A bəndi olacaq. Yəni OPEC təşkilatının üzvüdür. Xeyr, OPEC təşkilatının üzvü deyilir. Düzgün cavabımız olacaq 1, 4, 5 A bəndi. Daha sonra 40-a baxaq. Bu da topluda var. Yəni rahat bir testdir. Xəritə AB xətti üzərində relyef profilinə uyğun olan diaqramı müəyyən edir. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Baxaq, burada 100 metrdirsə yerləşəcək bu. Baxaq, B yerləşəcək hardasa təxminən 100-dən yuxarı 105 ilə arasında yerləşəcək təxminən. 110-dan aşağı 105 ilə 110 arasında yerləşəcək. Daha görə burada hansıdır? B bəndi olmaz. B-də çünki fikir verirsinizsə 100-dən aşağı, yəni 100-dən yuxarı olmalıdır. 110 arasında olmalıdır. Daha sonra C də olmaz. C niyə olmaz? Çünki fikir verirsinizsə biz dedik ki 105-ə yaxın bir rəqəmdir. Ona görə C də olmaz. Fikir verirsə bu hardasa 109 falandır. Ona görə də C olmaz. Sonra A-ya baxaq. A və D, Y də olmaz. Y də elə həmçinin C ilə elə oxşardır. Sonra baxaq. Sonra fikir verirsə burada 105-dir, azalmağa doğru gedəcək. Bura 100-dür, fikir verirsə 100. Bura olacaq 90, bura olacaq 90, 85. A da 80, 90, 80 arasında yerləşəcək. Baxaq, elə gözümüzə dəyir, elə D bəndi. Fikir verirsinizsə 90-dan aşağıdır, yəni 90, 80, 85-90 arasıdır. Ona görə düzgün cavabımız olacaq. Burada D bəndi fikir. B niyə olmaz? B-də fikir verirsinizsə A-nın hündürlüyü daha doğrusu hansıdır idi? Elə düzgün cavabımızı elə götürmüşdük ki, D bəndidir.
Sonra 41-ə baxaq. Fiziki rayonlar Dağlıq, Şirvan, Küraraz, Gəncə və bunlara aid xüsusiyyətləri istəyir. Əkinçiliyin inkişafı quş otaqları sayəsini azaldır. Bu Küraza olacaq A. Daha sonra Meandrlı və axmazlar yaranması imkan genişdir. Bu Küraza aid olacaq AB, 2-yə getdi AB. Yaya qura keçən mülayim isti iqlim tipi mövcuddur. Bu aid olacaq Dağlıq, Şirvana, 1-ə aid olacaq C. Daha sonra Gəncəyə görə hansı aid olacaq? Göllərə əsas uçqun mənşəlidir. Meteorologiya sahəsinin inkişafı üçün yerli xammal ehtiyatdan maişli burada bəli filiz ehtiyatları mövcuddur. Gəncəyə də 3-ə aid olacaq D, Y. Görək hansıdır? 1-ə gedəcək C, 2-yə gedəcək D-yə, 3-ə gedəcək AB. Düzgün cavabımız olacaq burada nə olacaq? Y bəndi. Sonra 42-yə baxaq. Burada çoxlu yəni çoxlu kəsişməli el-Venn diaqramı verir. Bizdən ortaq və fərqli xüsusiyyətləri bizdən istəyir. Gəlin baxaq, ekvatorial meşələr verir, qütb verir, bir də inerbalı meşələr verir. Gəlin bunlara uyğun, yəni kəsişdiyi nöqtələrə uyğun məlumatları yazır. Rütbətli əmsalı vahiddən böyükdür. Bu hər ikisinə aid olacaq. Yəni 4-ə gedəcək 1. Daha sonra aqroiqlim ehtiyatlarıyla zəif təmin olmuşdular. Bu qütb səhraları ilə inerbalı meşələrə aid olacaq. Yəni 3-ə aid olacaq 2. Daha sonra baxaq. Ərazisində fəsillər aydın müşahidə edilmir. Bu ekvatorial qütb səhralarına aid olacaq. İnerbalı meşələr mülayim yerləşdiyi üçün orada fəsillər müşahidə edilir. Qütb və ekvatorial meşələrdə isə fəsillər aydın müşahidə edilmir. 1-ə gəl 2-ni buradan yazaq, sonra 1-i buradan yazaq. 1-ə də gedəcək, hansı olacaq? Fəsillər aydın müşahidə edilmir. 1-ə də 4. Daha sonra günəş sistemində olmadığı ərazilərdə yayılıb. Bu aid olacaq qütb səhraları ilə inerbalıya, yəni 3 aid olacaq. 5. Daha sonra əsas iqlim qurşağında yerləşirlər. 2-yə nə oldu? 2-yə baxaq. 2-yə də 3 olacaq. Həmişə yaşıl gözdən qaçıcı üzürlü sayır. Həmişə yaşıl ağaclar olacaq. Həm ekvatorialda, həm inerbalı meşələrdə. Daha sonra əsas iqlim qurşağında yerləşirlər. Bəli, hər üçü əsas iqlimdə yerləşirlər. 4-ə 1, 6 getdi. Və kimyəvi özbaşıma intensiv gedir. Bu inerbalı və ekvatoriala aid olacaq. 7. 2-yə də gedəcək 7. Baxaq görək hansı cavabdır. 1-6 ilə götürək. Baxırıq elə 1-6 B bəndindədir. Düzgün cavabımız olacaq B bəndi. Davam eləyək. 43-ə baxaq. Uyğunluğu müəyyən edin. Qədim platforma, geosignal qurşaq, cavan platforma. Burada qədimə aid olacaq orta sivri yüksəkliyi və Amazon ovalığı, yəni AY. 1-ə gedəcək AY. 2. Geosignal qurşaqda yerləşəcək Meksika yayləsi ilə Pont dağları aid olacaq. Burada B və D, daha doğrusu AY, B, D və cavan platforma olacaq. Qərbi Sibir ovalığı 3-ə də gedəcək C. 1 aid oldu AY, 2 aid oldu B, 3 aid oldu C. Düzgün cavabımız olacaq. Burada B bəndi. Quşlarda baxaq. 44-də bizə nə deyir? Deyir ki, Ağ-İqtisadi rayonun relyefi kür boyu düzənliklərdə, yüksəkliklərdə və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əng, daşı, daş saflalı, bentolit gili və ağ soleot yataqları vardır. Ağ-İqtisadi rayonuna aid olmayan xüsusiyyətləri müəyyən edir. Bu Qazax Tovuz iqtisadi rayonudur. Gəlin müəyyən edək. Bir dəqiqə gözünə başlayaq. Baxaq. Üzümçülük, kartofçuluq, taxılçılıq, heyvandarlıq inkişaf etmişdir. Bəli, bu aiddir, ona görə götürməyəcək, üstünə xətt çəkəcək. Tərkibində daxil olan bütün inzibati rayonlar, xarici ölkələr həmsərhəddir. Bu xeyr, həmsərhəd deyil, ona görə götürəcək. Yəni yanlış olduğu üçün götürəcək. Ərazisində Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa, neft kəməri keçir. Bəli, bu doğrudur. 3-ü götürməyəcək. Daha sonra enerji olan tələbatı arpaça ilə təmin olunur. Xeyr, bu yanlışdır. Ona görə götürəcək. 4-ü götürəcək. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Xeyr, həm burada dəmiyə, həm də suvarma təsərrüfatı var. Ona görə 5-lə götürə bilərik. Yanlış olduğu üçün 5-lə götürə bilərik. 1 iqtisadi rayonla həmsərhəddir. Bəli, bu doğrudur. Düzgün cavabımız olacaq 2, 4, 5 A bəndi. 44-də oldu A bəndi.
45'e bax, orta illik temperaturu 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səviyyəvidir. Rütbətli əmsalı vahiddən kiçikdir, bəli, doğrudur. 1. Daha sonra yalnız ovalıqlar üçün xarakterdir. Xeyr, ovalıqlar üçün deyil, yaylılar, yüksək yaylı, dağlı yaylılar da ola bilər. Ona görə 2-ni götürmürük. Çay əmələ gəlmə imkanları zəifdir. Bəli, bu doğrudur, götürə bilərik. Yəni quraq ərazilərdə çay əmələ gəlmək inkişafı zəifdir. Yəni hava axını üstünü şəkil, bəli, bu doğrudur, 4-ü götürərik. Xala temperatur amplitudası yaranır, ona görə 5-i götürmürük. Kimyəvi üzvü aşınma intensiv gedir. Burada kimyəvi üzvü deyil, fiziki aşınma üstünlük təşkil edir. Ona görə düzgün cavabımız olacaq 1, 3, 4, E bəndi. Sonra baxaq, ölkəmizin əhalisi bağlı doğru fikirləri müəyyən edin. Əhali yaş tərkibində uşaqlar üstünlük təşkil edir. Baxın, əhalinin yaş tərkibində uşaqlar deyil, əsasən gənclər üstünlük təşkil edir, ona görə 1 götürmürük. Quba Xaçmaz və Quba Xaçmaz və Lənkəran Astara iqtisadi rayonlarının türk dilli olmayan xalqlar yaşayır. Bəli, burada Taş xalqları yaşayır, ona görə 2-ni götürə bilərik. Quba Xaçmazda ləzgilər, tatlar, dağ yəhudləri, həmçinin Lənkəran Astarada isə talaşlar yaşayır, ona görə 2-ni götürə bilərik. Sonra Acınahar Ceyran çöldə əhali sıxlığı yüksəkdir, xeyr, sıxlığı azdır, 3-ü götürmürük. Bakı iqtisadi rayonunda əhali milli etnik tərkibi mürəkkəbi tamamilə doğrudur. 4-ü götürürük. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər və sıxlıqlar Qafqaz laləsinə mənsubdur. Bəli, tamamilə bu doğrudur. Düzgün cavabımız olacaq. Burada 5, 2, 4, 5 C bəndi. Həmçinin 6-ya baxaq. Kənd əhalisi əsasən miqrasiya hesabına artır. Xeyr, kənd əhalisi heç miqrasiya hesabına artmır. Təbii artım hesabına artır. Ona görə də 6-nı götürmürük. Sonra 47-yə baxın. Meteorologiya kombinatının əsasən yerli və idxalı edən daş, kömür və filiz ehtiyatları işləyən ölkələr. Baxaq, İsveç Kanada özünün var. İsveç Kanada özünün var. Daha doğrusu Britaniya deyir, yerli və idxal. Yerli və idxal. Yerlidə Kanada və İsveçin özünün var. Ukraynanın da burada burada Yaponiyanın özünün yoxdur, həmçinin Lüksemburgun yoxdur, ona görə A götürmürük. Qazaxıstanın, Hindistanın özünün var, Yaponiyanın düzdür yoxdur. Ona görə B-ni götürmürük. Çin, Rusiya, Car bunların özlərinin var, özlərini təmin edə bilirlər. Fransa, İtaliya, Yaponiya isə bunlar idxal hesabına inkişaf etmişdilər. Ona görə də C-ni götürəcəyik. Həmçinin Rusiyanın var, Kanadanın var, Fransanın yoxdur. Ona görə D-ni götürmürük. Həmçinin Y-də də Ukraynanın var, Çinin var. Ona görə də Y bəndi götürmürük. Düzgün cavabımız oldu burada. C bəndi. 48-ə baxaq. Qazaxıstan və uyğunluq testi. Qazaxıstan, Türkmənistan. Ərazisində Buzaçı yarımadası yerləşir. Bu Qazaxıstana aid olacaq A. 1-ə A getdi. Daha sonra Qırğızıstanla sərhəd mövcud deyil. Bu Türkmənistana aid olacaq. 2-ə getdi B. Sonra əhalisinə əsasən türk dilli qrupunun Bulqar qolunayıtı heç birinə aid deyil. Ərazisində meşə-çöl təbii zonası yayılmışdır. Bu Qazaxıstana aid olacaq. Qazaxıstana aid oldu A-dir. Sonra Çalayı yalnız daxili axar sövzəyə aiddir. Bu Türkmənistana aiddir. Yalnız daxili axar sövzə, yəni Xəzərdən sövzəsinə aiddir. Ona görə də Türkmənistanda aid olacaq. Nədir? Y. 1 aid oldu AD, 2 aid oldu B-Y. Düzgün cavabımız burada oldu A bəndi. Üzvü aşımanın zəif getdiyi məntəqələri müəyyən edin. üzvü aşıma bilik ki, əsasən rütubətli ərazilərdə intensiv gedir. Yəni quraq ərazilərdə fiziki üzvü aşıma getmir. Ona görə biz düzənliklər götürəcəyik. Biz burada 1-i götürərik, 5-i götürərik, 2-ni, sonra 6-nı, 4-ü götürə bilərik. Düzgün cavabımız olacaq burada 1, 5, 6, 1, 4, 5, 6, 2-ni biraz dağlığa düşür. Götürə bilmədik. Eyb yox. 1, 4, 5, 6. Düzgün cavabımız olacaq burada D bəndi. Yəni burada üzvü aşıma daha zəif gedir. Müvafiq olaraq suvarma əsasən yayda və qışda istifadə olunan çaylar. Bu baxaq. Burada baxaq, Mekong və İravadi çayları əsasən mussonla qidalanır. Ona görə A-nı götürmürük. Yayda
Yayda istifadə olunmur, yəni qışda istifadə olunur. Yenisey və Lena qütbyanı ərazilərdir. Qütbyanı ərazilərdir, yəni suvarmada çox da istifadə olunmur. Sonra Po və Fərhad və Qanaq və Mekong çayları da bunlar götürə bilib. Əliyyə isə Ob şimal ərazilərdə olduğu üçün suvarmada çox da istifadə olunmur. Sonra gəlir Xonxey, Yansız çayları. Bunlar da nədir? Muson yağışlarla qidalanır. Düzgün cavabımız olacaq burada C bəndi. C bəndi. Sonra baxaq Darhal testi 81 diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizli nisbətinin tərkib bölgüsü verilir. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdırın. Birinci aid olacaq yarımsəhra quru çöl, ikinci aid olacaq mülayim isti, üçüncü aid olacaq soyuq iqlimə aid olacaq. Bira aid olacaq şollar düzü üçün səciyyəvidir. Bira A gedər. Buradan yazaq bira A. Sonra orta araz təbii vilayətində rast gəlinmir. Bu mülayimdir. 2-yə B, yəni rast gəlinmir orada. Sonra Lənkəran Volqanıq çay çökəyində də yayılıb. Bu mülayim isti iqlim tipidir. Ona görə 2-yə C-də gedər. Sonra pambıq əkindən yayıldığı ərazilər üçün səciyyəvidir. Bu D. Yəni 1-ə D, A, D, B, C. Respublikası yüksək dağlıq hissələrində yayılıb. Belə bu da soyuq iqlimə aiddir. 1400-2700 metr qədər yüksəkliklərdə yayılıb. Burada aid oldu Y. Düzgün cavabımız oldu A, D, B, C, Y. Y bəndi. Nə oldu? 51 Y. Sonra 52-yə baxaq. Deyir, Merdən üzəri ekvatordan 0 dərəcə azimutla 8769 km hərəkət etsək, çatdığımız məntəqə cənub tropiklinə qədər olan ən qısa məsafəni hesablayın. Nəzərə alın ki, Merdən qövsünün uzunluğu 111,1 kilometrdir. Siz nə edəcək burada? Böləcək bunu 111-ə, eləcək 79. Sonra 79 da yəni şimalda yerləşir də, 23.5-də cənubdadır. Fərqli yarımkürələrdə yerləşdiyi üçün toplayacağıq. Eləcək bu nə qədər? 79 üstəgəlisi 23.5, 102.5, 102.5-i də vuracaq 111-ə. Bu bizdə eləyəcək. Baxın B bəndi. Yəni B bəndini bizdə verəcək. Daha sonra 53-ə baxaq. Okeanın müxtəlif buranı təmizləyim. Yaxşı görək. Okeanın müxtəlif sökəlinə yoxlaqla göndərilmiş səs siqnalı birinci sökəliyin dərinliyi 6900 metr, ikinci sökəliyin dərinliyi isə 4800 metr olduğunu müəyyən etmişlər. Bu sökəlinə əsasən siqnalın gedib qayıtma müddətləri aralarındakı fərqi istəyir. Birincini tapaq. 6900-ü bölərik 1500-ə. Bu bizdə eləyər nə qədər? 6900-ü bölərik 1500-ə. Bu bizdə verər 4,6, 4,6, 4,6. Bu onun getmə müddəti, gedib qayıtmanı istədiyi üçün 4,6-ını vurarıq 2-yə. Bu bizdə verəcək 9,2 saniyə. Birincini tapdıq ki 9,2, ikincini taparıq ki 4800-i bölərik 4-ə, yer yoxdur, yaza bilmirəm. 4800-i bölərik 1500-ə, bu bizdə eləyər 3,2. 3,2-ni də biz vurarıq 2-yə, yəni gedib qayıtmanı soruşur da. 3,2 sadəcə getdiyi müddətdir. Vurarıq 2-yə, bu da eləyəcək bizdə 6,4. 6,4. 9,2-dən də çıxarıq biz fərqi istəyir bizdən. 9,2-dən də çıxarıq 6,4-ü bizə verər 2,8-dir. Düzgün cavabımız olacaq 2,8. Sonra 54-ə baxıb doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələr nəzərə mövqeyi makro mövqeyidir. Xeyr, bu mövzu mövqeyidir. Bir doğru deyil. Sonra Xəzər dəniz sahilində yerləşən yalnız iki ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Xeyr, 3 sənədir. Bu Türkmənistan, Qazaxıstan və Azərbaycandır. Ona görə 2 də səhvdir. Braziliya, Avstraliya, Kanada dövləti dünya okeanında geniş iqtisadi zonaya malikdir. Belə bu tamamıyla doğru. 3-ü götürərik. 3-ü götürürük. Sonra baxaq 4-ə baxaq. Nigeriya və Hindistan milli etnik tərkibə görə federativ ölkələrdir. Bəli, bu 4-ü götürərik. Sonra 5-ə baxaq. Mərakeş və Yaponiya konstitusiyalı monarxiya ölkələr daxili. Bu tamamilə doğrudur. Düzgün cavabımız olacaq 3, 4, 5. Vyetnam, Butan, Laos dünya ölkələrine birbaşa çıxışı var. Xeyr, bunlar birbaşa Butan və Laosun birbaşa çıxışı yoxdur. 3, 4, 5.
54 olacaq, 3, 4, 5. Daha sonra 55'ə baxaq. Xəritə çıxımı əsasən cədvəldə doğru sıraları müəyyən edin. Gəlin müəyyən edin. Deyir ki, A və C-də düzən meşə landşaftı yayılmışdır. Bəli, bu doğrudur. Biri götürərik. Doğrudur. Sonra 2-yə baxaq. Qışı soyuq keçə, yarımsəhra və qurutçul iqlim yarım tipi səcəvidir. Baxaq, burada yəni Kurazow alanı düşür. Burada qışı quraq keçən soyuq deyil. Ona görə 2-ni götürməliyik. Sonra ölkəmizin əhalisinin sıxlığı ən az olan düzənliklərdir. Lənkəran və Qanaxayırçay ən az sıxlığa malik olan deyil, ona 3 də səhvdir. Sonra poligon yaşlı çökmə sular geniş yayılmışdır. A və D-də. Xeyr, poligon deyil, konizor yaşlı sular geniş yayılmışdır burada. Ona görə 4-də götürmürük. Orta illik yağıntı miqdarı B və D-də 500 mm-dən azdır. Bəli, bu doğrudur. Düzgün cavabımız olacaq 55-də 1, 5. Sonra baxaq. 56-ya baxaq. Buraları mən təmizləyim. 56. 56 görə bizdən nə istəyir? 56 bizə görə nə istəyir? 56-da deyir ki, Azərbaycan kənd təsərrüfatı bağlı olan doğru fikirləri müəyyən edir. Yarımsəhra və quruçul iqlim şəraitində suvarma əkinçiliyi inkişaf etmişdir. Bəli, tamamilə doğrudur. Biri götürərik. Sonra mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərcəkli meyvəçilik inkişaf etmişdir. Bəli, götürə bilərik əslində. 1, 2, biraz təsadüf sualdır. Şabaldı və qəhvə torpaqlar yayıldığı ərazilərdə əkinçilik üçün əlverişlidir. Xeyr, əkinçilik üçün əlverişlidir. Ona görə üstünə xətt çəkirik. Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf etmişdir. Boz torpaqlarda deyil, ancaq sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf etmişdir. Ona görə 4-ü götürmürük. Sonra yağ otlarlar soyuq iqlim tipində formalaşır. Bəli, bu doğrudur. Yəni götürə bilərik. 1, 2, 5. Sonra baxaq. Taxılçı və üzümçülük yalnız təmin şəraitində inkişaf edir. Yəni suvarma şəraitində də inkişaf edir. Ona görə 6-nı götürmürük. 1, 2, 5. 56 olacağımız 1, 2, 5. 57-yə baxaq. Yaponiya, AFR və İspaniya, AFR yəni Almaniya nəzərdə tutur. Yaponiya muson iqlim tipi xarakteristik. Bəli, Yaponiya üçün bu xarakteristik 1-ə A gedər. Sonra 3 yarımkürədə yerləşir. Bu İspaniya aiddir. 3-ə getdi B. Daha sonra zeytun istehsalına görə əhalinin əsas hissəsi German dilli qrupuna aiddir. Bu Almaniya aiddir. 2 hissəyə daha doğrusu. Zeytun istehsalına görə dünyada qabaqcıl yer tutur. Bu İspaniya aid oldu. D. Sonra ərazisində Kobe limanı yerləşir. Kobe limanı Yaponiyada yerləşir. Aid olacaq 1-ə D, Y. 1-ə aid oldu A-yı, 2-yə S, 3-ə B, D. Gəldi üstəsə tipli tapşırıqlar. Üstəsə tapşırıqlarına baxaq. A dağları 2 yarımkürədə yerləşir. Bu dağın yamaclarında isti okean cəryanları təsir edir. 2 işıqlanma qurşağında yerləşir. Bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. A dağların yerləşdiyi yarımadanın sahələri bir neçə dəniz sular uyur. Bu dağların şimal hissəsində gecə və gündüz növbələşməsi pozulur və A dağlarının dövrlərin sayı ən çox olduğu geoloji erada yaranmışdır. Onun ərazisində bol sulu və sürətli çaylar axır. A dağların yerləşdiyi ölkələrdə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Bu mətndə Skandinaviya dağlarına bəhs eləyir və baxaq 58-də deyir ki, mətnin əsasən dağları və onun dağlarını və ən yüksək zirvəsini dediyi Skandinaviya dağlarında ən yüksək zirvəsi qalxıb 2469 metr. Sonra dağın yerləşdiyi işıqlanma qurşağı 2 işıqlanma qurşağında yerləşir. Mülayim və qütb bu işıqlanma qurşağlarında yerləşib. Bu dağlarla eyni geoloji erada yaranmış dağ silsiləsini müəyyən edin. Uraldır. Dağın adı oldu Skandinaviya zirvəsi qalxa ikən. Sonra yerləşdiyi işıqlanma qurşağı mülayim və qütb. Daha sonra mülayim və qütbdə yerləşir. Həmçinin Ural dağlar. Bu eyni geoloji erada yaranmış Ural dağlarıdır. Sonra 59-a baxın, mətndə əsasən dağlara uyğun xüsusiyyətləri müəyyən edilir. Cədvəldə müvafiq olaraq gəlsin. Bu cədvəl bizdə yoxdur, ona görə 59-u yaza bilməyəcəyik. 60-a baxaq. A dağlarının yerləşdiyi ölkələrin adlarını, yəni
İskandinav dağları Norveç və İsveçin ərazisində yerləşir. Bu ölkələrin əhalisinin əsas hissəsinə aid olduğu dil qrupu İndo-Avropa dil ailəsi German dili qrupuna daxildir və əhalinin təbii artım tipi birinci tipə aiddir. Demoqrafik keçid mərhələsi isə dördüncü tipə aiddir. İzlədiyiniz üçün təşəkkürlər. Hər birinizə uğurlar arzulayıram. İnşallah istədiyiniz ixtisasa qəbul olarsınız. Gələn videolarda görüşəndək hələlik.